Radyo teatrı Suat Derviş Fosforlu Cevriye. Benim adım Fosforlu Cevriye'dir. Daha doğrusu rəfiqələrim beni bu adla çağırırdılar. Onlar həmişə deyərdilər. Bu kızda fosfor var. Ona göre de hamıdan evvel göze çarpır. Rəfiqələrim mənim baxıllığımı çəkmirdilər. Ancaq mənə oxşamadıqları üçün təəssüf edirdilər. Çiskinli İstanbul gecelerinin birinde beni həbsxanədən bıraktılar. Şaxta xəncər kimi kəsir, soyuq iliklərə işləyirdi. Harda gecələcəyimi düşünürdü. Polislerin fissəsini eşidib cəld küçə qapılarının birinin arxasındakı zibil yeşiklərinin dalında gizləndim. Lakin saçımı gizlətməyim heç ağlıma gəlmədi. Sən demə, yağışdan sonra saçımdaki toz kimi xırda su zərrələri tində yanan fanarın ışığında ulduz kimi parıldayır. Bu ulduzların parıltısı polislerin nəzərini cəlb edir. Burada kimsə fosforlanıbdır. Oho, sənsən fosforlu? Bəli, mənim cənab polis. Dur ayağa, düş qabağıma. Bir baş məntəqiyə. Ayten, Sensen mi? Benim fosforlu cihazım. səni də tutublar Ayten. Ağlama, hay kız. 13 yaşında değilsən ki, utandığından ağlayasan. Ələ keçmisən de ne olsun. Birinci dəfə değil ki. Od ver. Sigareti yandırım. Elə həmin fosforlusan. Bəli, dilim də öz yerindədir. Neçə vaxtı hardaydın? Gizli alıver edirdim. Sən bunları apar. Mən gedim aradan çıxan axtarım. Cevriye, yerimeye takatim yoktu. Ay kız, biraz cel terpen. Ya sen çok içmişsin. Köməkçi qardaş, o xəstədir, ayaq üstü dura bilmir. Hara tələsirsən? Onsuz da ələ keçmişik, daha qurtarası halımız yoxdur. Ağızdan iş. Yapış kolundan. Haydi. Yenə polis məntəqəsi. Görüm səni lənətə gələsən. Soyuk iliklerime işleyip. Buna diyesen istidir. Canım biraz kızar. Burada güzgü var. Çoxdandır güzgüyə baxmamışam. Məlahət, sən də buradasan ha? Bu sensen mi benim fosforluğum? Xeyli vaxtdır görünmüşsən. Haradaydın? Soruşma Məlahət. Qazamatdaydım. Başım müsibətlər çəkib. Kaş bu gece yarısı bizi idareye göndermeyeydiler. Gecəni bu isti otaqda qalmaq yaxşıdır. Bir il həbsxanada qalıb ana uşağına dönmüşəm. Neden öteri seni tutmuştular? Heç nəyin üstündə. Necə deyərlər? Hilal Əhmərin xeyrinə. Çopur Vəli çox dələdüz adammış. O bağlamanı mənim qoltuğuma soxub özü yamanca qaçıb qurtardı. Məni həbs etdi. İşin haraptır. Heç demə. Ne kadar ki yerimiz istidir yıkıl yat. Biraz gözünün açısını al. Kızlar yattılar. Görüm yata bilərəm. Yox, yata bilmirəm. Axı necə oldu ki, mən yenə də polisin əlinə keçdim. Əgər polis məni tutmasaydı, onu yəqin görəcəkdim. Artıq 1 il 20 gündür ki, öz xeyirxahımdan, o gözəl insandan xəbərsizəm. İndi mən onu tapa biləcəyəmmi? Görəsən onun başına nə iş gəlib? O yenə də əvvəlki yerində yaşayırmı? Məgər bu qədər oturub gözləmək olar? Onu heç xatirimdən çıxara bilmirəm.
gecəsi idi. 6 həftə yatdığım xəstəxanadan təzəcə çıxmışdım. Özümü çox yorğun, zəif hiss edirdim. Qaranlıq düşəndə hasta dəniz kənarına yaxınlaşdım. Sahilə bağlanmış qayıqlardan birinin içində uzandım. Nə qədər yatdığımı bilmirəm. Birdən qayıq ilə silkələndi ki, az qaldı suya düşüb. Burada kim var? Deyməyin, mənə toxunmayın. Ne için bura girmişsən? Yatmağa yerim yoxdur. Qayıqdan çıx. Get başka yerde yat. Ne oldu? Dururam, qardaş, dururam. Başım gicəllənir. Mən bugün xəstəxanadan çıxmışam. Pul almaq üçün bir tanışımın yanına gəlmişdim. Ancaq o Trabzona gedib. Tramvaya minməyə pulum qalmayıb. Fikirləşdim ki, səhərəcəm burada yataram. Sonra Allah kərimdir. Yaxşı bəs deyir. Çərənnəmə, çıx. Kişi əlini uzadıb məni cəld qaldırdı. Bu hərəkətdən başım daha bərk gicəlləndi. Kişinin qolları üstündə huşumu itirdim. Gözümü açanda özümü sahildən uzaqlaşmış qayığın içində gördüm. Özünüzü necə hiss edirsiniz? İndi yaxşıyam. Mən elə fikirləşirdim ki, ömrümün sonu çatmışdı. İndi vəziyyətiniz xeyli yaxşılaşıbdır. Sahilə qayıda bilərik. Göydə nə çoxlu ulduz var. Bilirsənmi, bizim hərəmizin göydə bir ulduzu var. Yox, mən bunu bilmirdim. Bax, yəqin o balaca fosfor kimi parıldayan ulduz mənimdir. Maraqlıdır. Görəsən mən ölsəm, hansı ulduz axar? Əgər bilsəydim ki, o məlun ulduzlardan hansı mənimdir, göyədək bir nərdivan qaldırıb, o ulduzu göyə mıxlardım. Yəni, belə çox yaşamaq istəyirsiniz? Məgər yaşamağı istəməmək olarmı? Başım gicəllənir. Deyəsən bu gecə canımı təslim eləyəcəm. Qorxmayın. Hər şey öz qaydasındadır. Ancaq uzanın, tərpənməyin. Sahilə harda, nə vaxt çıxdığımı xatırlaya bilmirəm. O məni qucağına götürdü. Deyəsən evə çatmışdıq. Pilləkənləri beləcə qalxdıq. Nəhayət o bir qapını açdı, məni irəli buraxıb, özü də arxamca içəri girdi. Qapını bağladı. Siz o çarpayda uzanın. Uzanın. Uzanın, istirahət edin. Mən özümü çevirirəm. Siz rahat soyunub yatın. Üzünü nə üçün çevirirsən? İstəyirsən bax, istəyirsən baxma. Heç vecimə deyil. Sən də yatırsan? Xeyr, yatmıram. Mənim hələ işim var. Deyəsən, biraz qızdırmanız var. Bilmirəm. Baxaq, alın termometri qoltuğunuzun altına qoyun. Sən həkimsən? Xeyr, mən həkim deyiləm. Amma hamı kimi mənim də xəstəliklərdən biraz başım çıxır. Termometri verin baxın. Buyurun. Bu saat sizə dərman verim için qızdırmanızı salsın. Alın, bu həbi atın. Siz sabah axşama qədər mənim qonağımsınız. Bütün gecəni və gündüzü burada yata bilərsiniz. Siz dincəlməlisiniz. Bəs sən harda yatacaqsan? Taxtın üstündə yatacağım. Mən düz bir həftə onun evində xəstə yatdım. O əsl həkim kimi mənə qulluq edirdi. Ondan ayrılarkən ömrümdə ilk dəfə olaraq
hicranın acısını duydum. Aradan bir neçə gün geçti. O adamı yadımdan çıxara bilmirdim. Bir akşam yine de Nicati Bey küçəsindəki kervansaraya yol aldım. Gelip həmin xeyrxah adamın qaldığı otağı tapdım. Kimdir? Mənəm. Qapını açın. Siz bura niçin gelmişsiniz? Məgər sizə deməmişəm bir de buralara gelmeyin. Demisən, Bəs onda niçin geldiniz? Pervaneden soruşarlar mı? Ne için özünü oda vurur? Siz bura daha gelmeseniz yaxşı olar. Hiç vaxt gelmeyin. Ancaq mən gəlməyə bilməzdim. Başa düşürəm. Bayırda şaxtadır. Yəqin ki yatmağa yeriniz yoktur. Çox soyuq gecədir. Həm də səni görmək istədim. Bura bir tacirin evidir. Qaravulçu qohumumdur. Bu otaqda yaşamağıma o icazə verib. Burada gizlin yaşayıram. Bu otağın həqiqi kirayənişini də, karvansaranın sahibi də bunu bilmir. Əgər bilsələr ki, mən burada gizlənirəm, Anamın ruhuna and olsun ki, mən nə səni, nə də sənin gizləndiyin yeri heç vaxt heç kəsə demərəm. Axı mən bura gələndə nə olar? Mənim heç kəsim yoxdur. İcazə ver, mən bura doğma evim kimi gəlim. sizin heç kəsiniz yoxdur. Yoxdur. Valideynlərinizi nə vaxt itirmisiniz? Mənim valideynim nə gəlsir? Mən yurtsuz, yuvasız yetiməm. Göbələk kimi yerdən çıxmışam. Siz İstanbullusunuz. Bəli, mən İstanbulun küçələrində böyümüşəm. Anan sağdır, Bəli. İstanbuldadır. Xeyr, uzaqdadır. Çox uzaqda. Uzaqda olsa da yenə hər halda var. Amma mənim heç anam olmayıb. Siz nə ananızı, nə də atanızı xatırlamırsınız. Anamı heç xatırlamıram. Ancaq lap balaca vaxtımda mənimlə xəstə bir kişi gəzərdi. O arıq, uca boylu bir adamdı. Məni çox istəyərdi. Yəqin elə o arıq, xəstə kişi mənim atam imiş. İndiyə kimi onu sevirəm. O körpünün altında öldü. O sağ olan vaxt mən padişah balası kimi yaşayırdım. O mənə qovrulmuş şabalıt alardı. Özü yeməzdi, mənə verərdi. Yatanda köynəyinin yaxasını açıb, mənim soyuq ayaqlarımı sinəsində gizlədərdi. Pəncəyini, paltosunu, nəyi vardısa hamısını üstümə örtərdi. Öz bədəni ilə məni soyuqdan qoruyardı. Həmin gün şəhər bələdiyyə idarəsi sahibsiz uşaqları yetimxanaya göndərmək üçün bir yerə toplamışdı. Polislər məni tutmaq istədilər. Mən isə qaçdım. Polislərin əlindən çıxdım. O gündən sonra mənim həyatım yurtsuz, yuvasız uşaqlar içində xarabalıqlarda keçirdi. Allah, Kərim Allah'tır. Hər bəndəsi üçün bir yerdən ruzi yetirir. O mənə gündəlik çörəyi sibil yeşiklərindən yetirirdi. Siz Allah'a çox inanırsınız. Əlbəttə, bəlkə sən inanmırsan. İnanmıram. Bəs sən necə olub ki, Allah'a inanmaya belə yaxşı adam olmusan? Mən onunla geçirdiğim her günü, her saati ömrümün en xoşbəxt çağları hesab edirdim. Qəlbim bu şəxsin yanında billur kimi saf idi. O bir dəfə də olsun küçə qızı olduğumu mənə hiss etdirməmişdi.
Mən bu adamın yanında məsum qız kimi utancaq olurdum. Bayram axşamı onun üçün bir bağlama şirniyyat hazırladım. Sonra bir açıq məktub alıb üstünə makinədə bu sözləri yazdırdım. Bayramın mübarək, əlini ürəkdən sıxıram. Axırıncı tramvayla Qalataya qayıtdım. Dostumun otağına yaxınlaşdım. Salam. Salam Cevriye. Sən qonaq gözləyirsən. Bəli. Onda mən gedim. Səni narahat eləməyim. Yox, mən elə səni gözləyirdim Cevriye. Məni? Bəli, səni. Bəs stolun üstünə 3 boş qab qoyubsan. Mən fikirləşirdim ki, sən mənim bayramımı təbrik etməyə gələcəksən. Düz fikirləşmirsən. Bu nədir belə? Bu bağlamanı sənə bayram hədiyyəsi getirmişəm. Nə zəhmət çəkmisən? Başqa adam da gözləyirsən. İndi Kərim də gələcək. Oho, burada ayrı şey də var. Bu da mənimdir. Əlbəttə sənindir. Kişi də böyüsək də qayda qanunu bilirik. Çox gözəl məktubdur. Üstü də makinada yazılıb. Mən də sənin bayramını təbrik edirəm. Çox sağ ol. O gözlənilmədən 2 əlini də mənə uzatdı. Bu vaxta kimi biz bir dəfə də olsun bir-birinin əlini sıxmamışdıq. Yəqin Kərim dayıdır. Salam xanım qız. Xoş gördük Kərim dayı. Bayramın mübarək. Çox sağ ol qızım. Sənin də bayramın mübarək. Yaxşı, süfrəyə yaxın oturun. Burada çox içib keyflənmək olmaz. Nə qədər az içsən, yenə də adama təsir eləyir. Bəhdən danışmağa başlayarsan. Onda da iş bitdi. Abi, bir şey içə bilərik. Məndən qorxmayın. Cilovumu çəkməyə bacarıram. Bugün əməlli başlı içmək istəyirdim. Özü də onunla içmək istəyirdim. Dostumun açdığı süfrə arxasında oturub, şərab içmək mənə çox böyük zövq verirdi. Əgər onun adını öyrənə bilsəydim, heç olmasa onu bir dəfə adı ilə çağırsaydım. Yeyib içdikdən sonra stolun üstünü yığışdırdım. Mən qabları yuyan vaxt kişilər pıçıltı ilə danışırdılar. O ağlayırdı mı? Ağlayırdı. Yazıq arvad. Yazıq arvad. Kimin barəsində danışırlar? Bu arvad kimdir? Bəlkə anasıdır. Az qaldı yadımdan çıxsın. Al bu qara ipək qalstığı, o sənə bayram hədiyyəsi alıb. Amma yadından çıxıb, ayrıldığınız vaxt sənə verməyib. Mən onu nə qədər incitmişəm. Ona nə qədər dərd bəla vermişəm. Bugün bayram gecəsidir, ələm gecəsi deyil. Ələm gecəsi. Deyəsən bu gecələrin heç sonu olmayacaq. Allaha şükür sabah bayramdır. Yatmaq olar. Bugün lap çox oturduq. Sən getmək istəyirsən? Bəli, gecəniz xeyrə qalsın. Sağ ol dostum. İlahi, axı o arvad kimdir? Ne üçün onunla bir yerdə yaşamır? Əgər mən onun arvadı olsaydım, harda yaşasaydı həmişə yanında olardım. Yəqin onun sevdiyi qadın çox gözəldir. Mən heç vaxt ona tay ola bilmərəm. O qadın nə qədər xoşbəxtdir. Axı nə olardı? O qadının əvəzinə məni sevəydi. Az qala unutmuşdum Cevriye. Mən də sənin üçün böyük şeylər hazırlamışam. Mənim üçün? Bəli. Nə? Hədiyyə. Sənin üçün hədiyyə almışam. Mənim üçün? Dayan, bu saat. Al, bunlar sənindir. Bu yaylığı mənə almısan. Bu corabı mənə almısan. Hoşuna gəlirmi? İlahi, nə qədər gözəldir. Bunları mənə almısansa, deməli məni yada salmısan. Səni yada salmağıma ne üçün təəccüb edirsən? Məgər biz dost deyilik? Sən bircə anda mənim yadımdan çıxmırsan.
Sən bura gəlməyəndə mən də darıxıram. Həmişə gözüm yolda qalır. Ay ilahi, ne güzel bayramdır. Bu galstuku sana arvadın gönderip, Mənim arvadım yoxdur Cevriye. belki sevdiğin adam gönderip. Bəli əzizim. Bu qalstuku mənə çox sevdiyim bir qadın göndərmişdir. Mən onu bədbaxt elədiyimə baxmayaraq, o yenə də məni əvvəlki kimi sevir. Bunu mənə anam göndərmişdir Cevriye. Ananız İstanbul'da olur. Bəli, İstanbul'da yaşayır. Siz tez tez görüşürsünüz. Xeyr, Bəs ne kadar bu cür devam edecek? Sen ne vakta kimi belə gizleneceksin? Senin bu gizli hayatın ne vaxt kurtaracak? çox gec. Bəlkə də heç vaxt. Niye göre senin işlerin belə dolaşıbdır? Məgər fikirləşib bir çare tapa bilmərik? O elini yavaşça çiynime koydu ve birden beni kucakladı. İndi bircə arzum var idi. Dostumun nəvazişli, mehriban əlləri həmişə çiynimdə qalsın. Qoy o mehriban və nəvazişli gözləriyle həmişə mənə baxsın. Sən çox yaxşı qızsan Cevriye. Mən bu dünyada hiç kimin yaşayışına mani olmuram. Belki de bu senin hoşuna gelir. Sən mənim ən sadiq yoldaşımsan Cevriye. Çətin günlərimin yoldaşısan. Mən sənə çox isnişmişəm. Başa düşürsənmi? Sən mənim bu həyatıma az da olsa bəzəksən. Sən insanları sevirsənmi? Sevirəm. Allah onlara lənət eləsin. Ne kadar pis olsalar da mən onları sevirəm. Her halda insandılar. Hərəsi bir cür yaxşıdır. İnsanlardan ayrı yaşamaq çətindir Cevriye. İnsanlardan uzaq olmaq mümkün deyil. Bilirəm, bəlkə darıxırsan. Anan ola bayram günü ondan ayrı olasa. Evin ola orada yaşamayasa. Başa düşürəm. Mənim ne anam var ne de evim. Ama başa düşürəm. Mən indi çox şey başa düşürəm. Sən çox yaxşı insansan Cevriye. Çox yaxşı. Sən mənim yanımda, bu otaqda olanda... Tez kapını aç. Kerim, ne var? Ne olub? Bu gece evden gitmelisin. Senden şüphelenipler. Vaziyet korkuludur. Axı, ne olub? Onlar xeyli müddət sakitcə danışdılar. Nəhayət o pəncəyini mıxdan götürüb yavaş-yavaş mənə yaxınlaşdı. Sən uzan yat Cevriye. Mən biraz küçəyə çıxmalıyam. Açarı özümlə götürürəm. Sən yat. Qapını mən özüm açaram. Görəsən harda qaldı? Səhər açılır. Tez qayıdacağına söz verdi. Bu qədər ləngiməsinin səbəbi nə ola bilər? Dur deyin, sən gərək gedəsən. Nə olub mənim əzizim? Böyük bədbəxtlik yüz verib. Sən bir müddət bura gəlmə. Axı nə üçün? Belə lazımdır. Gərək mənim yanıma heç kim gəlməsin. Sən mənə hər şeyi danışa bilərsən. İndi kifayət qədər məni tanıyırsan. Cevriye, əzizim, sən bilirsən ki, mən gizli yaşayıram. Dünən axşam böyük ehtiyatsızlıq eləyib anamla görüşmüşəm. Biz uzun illər idi ki, görüşmürdük. Demə, mənim izimə düşmək üçün onu güdürlərmiş. Onlar şübhələniblər ki, biz görüşürük. Məni tapmayıb anamı həbs ediblər. Mənim anamı, Cevriye, indi bura gəlmək təhlükəlidir. Nə qədər anamı buraxmayıblar, bura gəlmə. Bəs mən bunu necə biləcəyəm? Mən sənin nə vaxt görə bilərəm? Bir aydan sonra, düz bir aydan sonra evin yanından geç. Başa düşürsənmi?
Eğer gündüz saat 3 tamamda Kerim darvazanın ağzında oturmuş olsa, həmişəki kimi gece bura gelebilirsin. Eğer oturmamış olsa, bir ayda gözle. Her ayın bu günü gündüz saat 3'te gel. Neden ötürü? Onlar ne için seni izleyirler? Sen neyləmirsən? Beni ölüme məhkum ediblər. Qiyabı məhkum edilmişəm. Eğer ələ keçsəm, başa düşürsən. Sen neyləmirsən? Soruşma. İndi o söhbətlərin vaxtı değil. Onu bil ki, benim hayatım xırda bir ehtiyatsızlıktan asılıdır. Seni öldürmek. Görüm onların eli kurusun. Meğer görmürsen ben seni necə sevirəm. Bu təhlükə ötüb geçince seni görene kimi bura gelip gideceğim. Razıyam ki seni bir il görmeyim. Teki sen salamat yaşa. Ağlama mənim əzizim. Ağlama. Tezlikle görüşərik. Kızım, tez buradan çıkıp gitmelisin. Allah bilir. Bir de ne vakit görüşeceğiz? Ağlama Cevriye. Ağlama. Tezlikle görüşərik. Göresen onu bir de görebileceğim mi? Aman Allah. Bu xatirələr məni üzdü. Mən nə vaxt polisin əlindən qurtara biləcəyəm? Nə vaxt İstanbulun küçələrində azad gezəcəyəm? Sinə dolusu nəfəs alacağım. Sənin daşına da, torpağına da qurban olum İstanbul. Hələ yatmamısan, Cevriye. Ah, yuxum gəlmiş. Ayten yuxuya gedib. Yazık kız. Yaman arılayıb. Halı pistir. Sakit. Ses salmayın. Ses salmırıq, söhbət edirik. Bizim boğazımızın da nəzarətçisi varmış. Nəfət çəkməyə də qoymurlar. Ona fikir vermə. Məlahət. Mən axşamdan düşünürəm ki, necə eləyim kaçım. Qəmərəmə. Fikirləşib çarə taparıq. Çok danışırsan seni ayrıca kamera salarım. Nə haqqı ilə? Mən oğru deyiləm, quldur deyiləm. Namusla bura gəlmişəm, namusla da gedəcəyəm. Bax, komisar köməkçisi anket doldurur. Bizi burada saxlamayacaqlar. Polis idarəsinə göndərəcəklər. Ne olsun? Onlar bizi aparanda sən arxada gəl. Timdə Mavro'nun qəhvəxanası yanında göz gözü görmüş. Mən səsküy qaldıracağam. Sən əkil gir ora. Yadında saxla 3-cü qapı. Qapını yavaşça açarsan. Divarın dibi ilə sağ tərəfə gedərsən. Qarşına çıxan açıq pəncərədən içəri tullanarsan. Yadında qalacaq. Nəcib orada məni gözləməlidir. Ləngimənin səbəbini ona danışarsan. Başa düşdü Məlahət. Başa düşdü. Bax, səndən ötürü özümü qurban verirəm. Axmaqlıq eləmə. Korkma. Her şey qaydasında olacak. Hazırlaşın, bu saat gedirik. Kalk kalk. Ay kız kalk. Köməkçi qardaş. O xəstədir, qalxa bilmir. Lülqəmbərdir. Onun qızdırması var. Ot kimi yanır. Zehirli spirt içip ona göre yanır. Onu kaldırın. Kalına girin. Yola düşün. Ayten. Ayten. Onun ağzından kan gelir. Kan gelir. Təcili yardım. Tez. Sen gelin. Yazıq. Gör nə qədər qan itirdi. Mənim balam. Körpə balam. Bu saat maşın gələcək. Xəstəxanada hər şey keçib gedəcək. Xəstə hardadır? Budur. Vəziyyəti necədir? Ölür. Çox güman ki, xəstəxanaya sağ gedib çatmasın. Polislər bizi məntəqədən çıxaranda çiskin yağış yağırdı. Mən hamıdan arxada yavaş-yavaş gedirdim. Məlahətin nişan verdiyi tinə az qalırdı. Ay həyasız! Məlahətlə Gülsərən çığıraraq bir-birinin saçlarından yapıştılar.
Polisler dalaşanların yanına kaçtı. Ben bu karışıklıktan istifade edip kölge kimi tinin arkasında gözden ettim. Ahır ki polislerin elinden kaçıp kurtardım. Sağ olsun Melahat. Melahat'in dediği kapı budur. Diyesen gelen var. Sen Melahat. Necip, Bəs Melahat hani? Sen buraya necə geldin? bizi polis idaresine aparırdılar. Ben bir de her aradan çıkıp kaçtım. Melahat dedi ki hiç darıxmasın. Ben hasta değilim, sabah bırakacaklar. İndi topxanaya çıkan yolu bana göster. Buradan tez gitmeliyim. Arkamca gel. Bak, bu palçıqlı küçələ gidersen. Birbaş topxanaya çıkacaksın. Hə, indi əkil. Sağ ol Necip. Sağ ol, sağ ol. Ben yol ile giderken fikirleşirdim ki polisten kaçıp birbaşa Nicati Bey küçesine gelmek akılsız iştir. Ancak buna bakmayarak yel kimi uçurdum. Küçe beni topxanaya getirip çıkarttı. Göresen onu görebileceğim mi? Karanlıkta dervazanın kapısına dokundum. Kapı bağlıydı. Bu ne demektir? Belki onlar kapını qəsdən, ihtiyattan bağlayıblar. Bütün ümitlerim alt üst oldu. Bəs mən İstanbul'a ne için geldim? İndi hara gedeyim, ne eləyim? Belki onu aparıblar. Belki o başka yerde gizlenip. Allah bilir. Belki onlar kapını elə belə bağlayıblar. Yok, geri qayıtmaq lazımdır. Belki xiyabana getsem yaxşıdır. Orada da polisler beni görəcək, yaxalayacaklar. Yaxşısı budur. Sümbül Düdünün yanına gidip. Ah o benim dünyada en çok istediğim adamdır. Mənə nə qədər yaxşılıqlar eləyib. Kimdi? Sümbül Düdü, Cevriye. Kızım. xalacan. Hiç gözlerime inanabilmirəm. Gel içeri. Gel içeri. Benim gülüm. Diyesen küçe berk soyuqdur. Neçə vaxt idi, hansı cəhənnəmdə itib batmışdı. Mən cəhənnəmdən də pis yerdeydim Sümbül xala. Qazamatda yatırdım. Ne eləmişdin ay kız? Diyesen sen evveller bu senetle meşgul olmurdun. Doğrudan mı uğurluq eləmişdin? Yox Sümbül Düdü, məni heç neyin üstündə tutmuşdular. Ah ağılsız kız. Sen ne işe koşulmuşsan? Heç bir işə qoşulmamışam. Elbette, elbette. Başa düşürəm. Mən sənin sözlərinə inanıram. Sümbül Düdü, soyuqdan sümüklərim sızıldayır. Mənə evində bu gecəlik yer ver. Ah ciğerparem. Mən səni doğma kızım kimi sevirim. Mənim evim sənin evindir. Mən ömrümdə çox gözələ rast gəlmişəm. Amma İstanbul'da sənin kimisi heç olmayıb. Mən heç kəsi sənin qədər sevməmişim. Ağlama mənim Cevriyem. Qəlbimi parçalama kızım. Ne için ağlayırsan? Məgər bir il qazamatda yatmaq asan şeydir. Bir il sizin hamınızdan ayrı yaşamaq, sevimli İstanbul'umdan uzak düşmeye asandır. Göz yaşını sil, mənim Cevriyem. Bu saat sənə araq da, yemək də gətirəcəyim. Keçənə güzəş deyiblər. Keç sobanın yanında otur, sümüklərin qızışsın. Mən bu evi öz doğma evim kimi sevirdim. Bugün de beni burada güler üzle karşılayanda ürəyim lap kövrəldi. Bundan sonra tez gel. Geleceğim Sümbül Düdü. İndi yaxın otur. İçək, sənin sağlığına Sümbül xala. Yaxşı, içək. Cavanlığımda mən də sənin kimi gözəl idim. Sonralar xarab oldum. Sağ ol Sümbül Düdü. Sağ ol. Sümbül Düdü, mən qazamatdan çıxmışam. Amma polislə haqq hesabımı çürütməmişəm. Cibimdə qara quruşum yoxdur. De görüm, mənə qəpik quruş verə bilərsənmi ki,
daha çıxıb küçələrdə veyillənməyim. Həbsdən sonra məni 1 illiyə sürgün eləyiblər. Mən Boluya getdim, amma qala bilmədim. Gizlincə bura qayıtdım. İstanbuldan uzaq yaşaya bilmirəm. Gəl, İstanbulun şərəfinə içərik. İçək. Axşam düşdü. Yenə Nicati Bəy küçəsinə yollandım. Amma qapı bu gecə də bağlı idi. 3-cü gün axşam saat 5-də təzədən dostumun evinə getdim. Kərim öz otağında çarpayının üstündə uzanmışdı. Mən balaca elektrik lampası ilə işıqlanmış otağa girəndə Kərim təəccüblə çarpayıdan qalxdı. Lənət şeytana. Bu ki bizim Cevriye'dir. Əlbəttə mənəm. Daha kim olacaq? Bir belə baxdır haradasan kızım? Bəs ne için bura gelmirdin? Ne olubdur? Sus abi, sus. Bir nəfər lənətə gəlmiş əclafın ucbatından düz 1 il qazamatda yattım. Biz hiç ne bilmemişik. Siz necə bilərdiniz? Yansıq Cibriye'nin nə familiyasını, nə də şəklini qəzetdə çap eləmirlər. Kazamattan ne vaxt çıkmışsan? 15-20 gün olar. Ay barakallah. Bəs bu 15 günde hiç bizi yada salmadın. Cəmisi 3 gündür ki azad olub İstanbul'a gəlmişəm. Özü də necə azadlıq. Başa düşmürəm. Məni 1 illiyə Boluya sürgün eləyiblər. Bəs İstanbul'a necə gəlib çıxmışsan? Qaçmışam. Kaçmışsan? Əlbəttə qaçmışam. Qəfəs-qəfəsdir. Orada divarlar uca, qapı qıfıllı, kameranın ağzında da nəzarətçi. Bolu isə azad, bəxtiyar ölkədir. Oradan da qaça bilməsək, bizim üçün eyb olar ki. Mən 3 gün dalbadal bura gəldim. Amma sizi tapa bilmədim. Gecə həmişə qapı bağlı olurdu. Düzü, bayır çox soyuqdur. Yəqin donmaqdan qorxursunuz, ha? Mən indi həmişə qapını bağlayıram. Ne için? Ona göre ki gece bura hiç kim gelip gitmiş. Başa düşmürəm abi. Bəs o hanı? Hapsedilip. Demək, anası onu ələ verdi. Anası hiç ne demeyip. Anasını sonra bıraktılar. Onu ise tamam başka bir iş üstünde küçede tutuplar. Təqsiri böyükdürmü? Yok. Korkulu hiç ne yoktur. Ama şəxsiyyətini müəyyən eləsələr, Məgər onun kim olduğunu hələ bilmirlər. yok. Ancaq işgəncə verib öyrənə bilərlər. Deməli, onun kim olduğunu bilməsələr, az iş verəcəklər. Bəli, amma bilsələr, Gəlin dayı, gəlin bir iş görək. Onu qurtaraq, qazamatdan qaçıraq. Mən onların necə insafsız adam olduqlarını bilirəm. Polislər onu danışmağa məcbur edəcəklər. ağlım kəsmir bunu bacaraqlar. Axı o ölümə məhkum edilib. Polis onu tanıyır. Onu qiyabı məhkum ediblər. O vaxt ələ keçmədi. Yalnız yoldaşları tutuldu. Əgər onları üzləşdirsələr, Onlardan demək olar ki, heç kim sağ qalmayıb. Sağ qalanlar isə onu satmazlar. gizlənmiş olsa da onu yəqin ki bir adam tanıyan var. Az adam tanıyırdı. Buna görə də elə o bu dəfə də tək ələ keçdi. İnanmıram ki, o özünü tanıtsın. Qara bəxt canım. Kim bilir polislər onu danışmağa məcbur eləmək üçün necə əzablar verirlər. Onu qurtarmaq lazımdır. Bugündən İstanbulun küçələri mənim üçün qazamatın zirzəmilərindən də pis oldu. Polisin əlinə keçməmək üçün gündüzlər sümbül düdünün yanında yatırdım. Axşamlar isə dəli kimi şəhəri gəzər. Hərarətdən yanan sifətimi yağışın altında soyudardım. Belə gecələrin birində Qalatada məşhur olan Həkkakin yanına getdim.
biləklərimə əl qandalı həkk eləməyi ondan xahiş elədim. İndi biləklərimdə həkk olunan qandallara baxanda o xeyirxah adamın qandallarını xatırlayıram. Mən elə gəlir ki, bu qandalları daşımaqla dostumun qazamatda çəkdiyi əzab və işgəncəyə şərik oluram. Onu qurtarmaq üçün əlimdən heç nə gəlmirdi. Mən əzab içində boğulur, dərdimi meyxanələrdə dağıtmağa çalışırdım. Tamam oldular. Gemiler divanı tamam oldular. Benim sevgilimi asker aldılar. Benim sevgilimi asker aldılar. Ay değil canım gözüm, 3 yıl ayrılığa mən necə dözüm. Sağ ol. Ay değil il değil, ey canım gözüm, 3 yıl ayrılığa mən necə dözüm. Sağ ol. Aferin Fosfor. Hacı, senden ötürü canımı oda yakarım. Şalabdır, dayanma. Məni sənə versələr içəm. Ay sarı tel bəxtəvər, məni sənə versələr, qul olaram qapında. Dediler yarın xəstə, yetişdim son nəfəsdə. Sus! Yetişdim son nəfəsdə. Ölüm son nəfəs. Darağacı, süp çağı. Aferin pastorum. Sen bu yıl laf kıyamet eyleyirsen. Qəlbim qan ağlayır. Mən onu tapa bilməsəm öləcəyəm. Qəlbim qan ağlayır. Mən daha əvvəlki kimi yaşaya bilmirdim. Həm nə əyləncə, nə sərxoşluq mənə kömək etmirdi. Hərdən bir Kərimin yanına gedir, dostum haqqında yeni xəbər öyrənmək istəyirdim. Bir axşam yenə onun yanına getdim. Mustafa. Kimdir? Mənəm, Kərim dayı. Gel kızım, gel içeri. Ondan bir xəbər tuta bilmisənmi, Kərim dayı? Yok kızım, hele hiçbir haber yoktur. Bari anası oğlundan bir xəbər tuta bilirmi? Nece haber tutabilir? O vakit onun kimliği aşkar olar. Yazık arvat, onun evde olan bütün şekillerini yandırıp, eğer onları görüştürseler, diyecek ki o benim oğlum değil. Axı, ne için onu ölüme məhkum eləmişlər? Niye ağlıyorsan? Sen onu çok sevirsen? Mən onun yolunda ölmeye hazıram. Belki sen inanmırsan, elə fikirləşirsən ki, Cevriye küçə kızıdır, yalan danışır. Anamın ruhuna and olsun ki düzünü deyirəm. Mən ancaq onun yaşamasını istəyirəm. Əgər onun başına bir iş gəlsə, sənə necə deyim, bilmirəm. Qoyun mən ölüm, ancaq o sağ qalsın. Mən buna razıyam. Mənim üçün fərqi yoxdur, abi. Mən qazamata yaxşı bələdəm.
Bağlı qapıların, dəmir barmaqlıqların, qandanların nə olduğunu bilirəm. Nəzarətçilərin adamla necə rəftar elədiyini bilirəm. Elə bil heç insan deyilsən, daşdan yaranmısan. Onun indi necə əzab çəkdiyini mən bilmirəm. Onun çəkdiyi bütün işgəncələr mənim qəlbimi parçalayır. Gəl onu qurtaraq, Kərim dayı. Kərim dayı. Ona kim olduğunu gizletmekte kömək eləmək lazımdır. Ancak bu cür onu kurtarmak olar. Sen ise ona kömək edə bilərsən. Doğrudan mı? Sen ne danışırsan abi? Keçen gece 2 nəfəri də həbs ediblər. Onlardan biri məni tanıyır ve güman eləyə bilərlər ki, o mənim yanımda yaşayırmış. Eğer məni tanıyan adamı danışmağa mecbur eləsələr, işler pis olacaq. Dostumuzun şeylerini üst mertebede tapabilirler ve onun kim olduğunu başa düşerler. O şeyler demirden olduğu için onları yandırmak mümkün değil. Yalnız denize atmak lazımdır. Sen bu işte mənə kömək eləyə bilərsən mi? Elbette eləyərəm. Onda karanlık düşen de buraya gel. Ben sana bir bağlama vereceğim. Ağır bir bağlama. İkisini de özüm götürürüm. Dostun çıkan vaxt ona kömək elədiyini bildikdə seninle fəxr edecektir. Fəxr edəcəkdir. Əgər onu sevməsəydim də bu işi edərdim. Şərtləşdiyimiz saatda Kərimin yanına gəldim. Ondan ağır bir bağlama aldım. Plan belədir. Əvvəlcə sən Fındıqlı sahilində şərtləşdiyimiz yerdə bağlanmış qayığa minib məni gözləyəcəksən. Biz qayıqla dənizə çıxıb bağlamaları suyun dərin yerinə atdıqdan sonra başqa yerdən sahilə yaxınlaşacaq və hərəmiz müxtəlif səmtə gedəcəyik. Hər şey müvəffəqiyyətlə qurtardığına arxayın olmaq üçün sabah düz günorta Qadıköy'də qəssab dükanının yanında görüşməliyik. Ancaq yad adamlar kimi dayanmadan keçip gitmeliyiz. Aydındır mı? Aydındır. İndi get. Ehtiyatlı ol ha. Mən ağır bağlamanı götürüb işıqlı küçə ilə bir qədər getdikdən sonra dənizə tərəf döndüm. Nəyin bahasına olursa olsun bu işi görməliydim. Əgər polis məni tutsa hər şey məhv olar. Dostum elə bilər ki, onu mən ələ vermişəm. Onda xəcalətdən ölərəm. Döngələr qurtardı. Dənizə az qalıb. Bu kimdir? Məhəllə gözətçisi. Bunlar polisdən də pis olur. Mən bu məhəllədə az olmuşam. Allah eləsin tanımasın. Gözdən itmək üçün elə bu taxta evi ötüb keçmək lazımdır. Yəqin Kərim çoxdan gəlib məni qayıqda gözləyir. Dayan, dayan. Dayanmayacağım. Mən qaçacağım. Xudaya, məni xilas elə. Tutulsam işim bitti. Onu öldürəcəklər. Onlar mənə çata bilməyəcəklər. Cəmi 30 addım yolum qalıb. Yəqin elə bilirlər ki, mən ya oğruyam, ya da kontrabandçı. Ancaq yox. Dayan, dayan. Çattım. Budur boş qayıq. Əskərim. O harda qalıb? Onlar yaxınlaşırlar. Məni tutacaqlar. Tez qayığa minib sahildən uzaqlaşmalıyam. Məlun avarlar bugün nə bərk şappıldayır. Məni qaranlıqda görməsələr də suyun səsini eşidib harda olduğumu biləcəklər. Əgər bağlamanı indi atsam, onlar səs eşidib axtarmağa başlarlar. Odur, fanarlar yanıb sönür. Mən polisdən belə qorxacağımı heç ağlıma da getirməzdim. Deyəsən, polislər motorlu qayıqla arxamca gəlirlər. Xəclaflar. Projektorların işığını lap mənim üstümə salıblar. Odur, yaxınlaşırlar. Və salam,
Daha tutuldum. Bəs bağlama. Mən sıçrayıb dik qalxdım. Qayıq az qaldı çivilsin. Bağlamanı döşümə sıxmışdım. Buna görə müvazinətimi itirib bağlama ilə bərabər suya düşdüm. Geminer divanı tamam aldılar. Geminer divanı tamam aldılar. Benim sevgilimi asker aldılar. Benim sevgilimi asker aldılar. Ay değildi ey canım gözüm. Üç yıl ayrılığa ben nece düzüm. Ay değildi ey canım gözüm. Üç yıl ayrılığa ben nece düzüm. Radyo teatrını dinlədiniz. Suat Dərviş, Fosforlu Cevriyə. İştirak edirdilər Hökümə Qurbanova, Mirvari Novruzova, Məxluqə Sadıxova, Lütfi Məmmədbəyov, Mustafa Mərdanov, Sadıq Salih. Əsər 1965-ci ildə lentə alınıb.